Salam müəllimlər və şagirdlər. Bu gün sizlərlə maraqlı bir həndəsə sualına baxacağıq. Olimpiada tiplidir. Əvvəlcə şərti oxuyaq. Bir ABC üçbucağının daxilində bir P və Q nöqtələri götürülmüşdür. Hansı ki, bucaq APB bərabərdir bucaq AQC-yə və bucaq APC bərabərdir bucaq AQB-yə. Və deyir ki, AQP üçbucağının xaricinə çəkilmiş çevrənin AB və AC tərəfləri ilə ikinci dəfə kəsişdiyi nöqtələr uyğun olaraq K və L olsun və BCLK nöqtələrinin bir çevrə üzərində olduğunu isbat etməliyik. Yəni bizdən nə istəyir? BCLK dördbucaqlısının vətənlər dördbucaqlısı olmasını, yəni xaricinə çevrə çəkilə bilən dördbucaqlı olmasını. Hansı dördbucaqlının xaricinə çevrə çəkmək olurdu? Əgər qarşı tərəflərin cəmi 180 dərəcədirsə, bu zaman həmin dördbucaqlının xaricinə çevrə çəkmək olur. Və bizdə dördbucaqlı BCLK dördbucaqlısıdır. Bizim isbat etmək istədiyimiz bucaq B üstəgəl bucaq KLC bərabərdir 180 dərəcə. Bunu göstərməliyik. Necə edəcəyik? Baxın, bizdə şərtdə verilib ki, bucaq APB bərabərdir bucaq AQC və bucaq APC bərabərdir bucaq AQB-yə. Və buradan çıxır ki, bucaq bucaq BPC bərabərdir bucaq BQC. Bu isə o deməkdir ki, BPQC dördbucaqlısı vətənlər dördbucaqlısıdır. Yəni, əgər bizə bir hər hansısa dördbucaqlı verilibsə, və bu bucaqlar bir-birinə bərabərdirsə, onda deyə bilərik ki, verilmiş dördbucaqlı vətənlər dördbucaqlısıdır. Onda belə çıxır ki, CBQ bucağına bir alfa desəm, onda CPQ də alfa olacaq. Daha sonra bucaq PCB-yə bir beta desəm, bucaq BQP də beta olacaq. Daha sonra nə edirik? K və Q-nü birləşdirirəm. Əgər AQPK vətənlər dördbucaqlısıdırsa, onda bucaq KAP bərabərdir bucaq KQP-yə. Yəni, bura bir qamma desəm, bura da qamma olacaq. Daha sonra nə edirik? Əgər mən bucaq ALK-nı tapmaq istəsəm, onda bucaq AQK-nı da tapmalıyam. Və
Bunun üçün biz nə edəcəyik? A, P, Q-nü tapmalıyıq. Bu nəyə bərabərdir? Bu isə bərabərdir. Bucaq A, K, Q-ya. Bucaq A, K, Q nəyə bərabərdir? Xarici bucaq olduğu üçün bucaq K, Q, B üstəgəl bucaq K, B, Q-ya. Bucaq A, K, Q bərabərdir. Bucaq K, Q, B, yəni gamma plus beta üstəgəl bucaq B çıx alfa. Daha sonra nə edirik? Əgər mən bucaq AP C-ni tapmaq istəsəm, bucaq APC bərabərdir. Bucaq APQ plus alfaya. Bucaq APQ bərabərdir. Bucaq AKQ ya plus alfa bərabərdir. Gamma plus beta plus bucaq B çıx alfa plus alfa. O da bərabərdir. Alfalar ixtisar gedir, qalır gamma plus beta plus bucaq B. Daha sonra bizdə şərtdə verir ki, bucaq APC bərabərdir. Bucaq AQB-yə. Bu nəyə bərabərdir? Bucaq B və AQB bərabərdir. Bucaq AQK plus gamma plus beta və bu iki bərabərlik eyni olduğundan deyə bilərik ki, bucaq AQK bərabərdir bucaq B-yə. Onda belə çıxır ki, yuxarıda yazdığımız ifadəyə əsasən bucaq ALK da bucaq B-yə bərabərdir. Onu da deyə bilərik ki, bucaq KLC bərabərdir 180 çıxılsın bucaq beta. Və isbat etmiş olduq ki, bucaq beta ilə bucaq KEC-nin cəmi 180 dərəcəyə bərabərdir. Bu da o deməkdir ki, BCLK nöqtələri bir düz xətt üzərində yerləşir.